Önce özünü təqdim eləsin və tüm haqqında təəssüratlarını Yeah, my name's Des Marr. I'm the under-15s coach at Liverpool Football Academy. The tournament's been very well organised. We've really enjoyed the competition, playing against different opposition with different formations. It's been a challenge for us, and we've really enjoyed the challenge along the way. I think the Mohamed Dia has looked after us fantastically well, and we've been made to feel very welcome, and it's been great that everything's been on site, that we haven't had to travel, so it's been a great experience for the boys. We've really enjoyed it. Turnir çox gözəl təşkil olunmuşdu və turnirdə biz müxtəlif formatda uyğun şəkildə oyunlar oynadıq. Oyunlardan çox böyük həzz aldıq. Hər bir şey qaydasındaydı. Burada biz həm qaldığımız yerdən razı qaldıq, həm bütün ətrafdan getdiyimiz yerdən hər birimizi yaxşı qarşıladılar. Ona görə çox məmnunum. Nasıl komandasının çıxışından My team, yeah. I mean, I thought we played some good football. A lot of the teams here just play Route 1. They don't play football. They just go along. I think we tactically and technically were probably one of the best teams in the tournament for our style of football. Deməli, komandamdan razıyam, çünki biz digər komandalardan fərqli olaraq həm taktiki cəhətdən, həm texniki cəhətdən daha gözəl futbol nümayiş etdirmişik. Digər komandalar isə biraz çoluk şəkildə futbol. Qəbələnin oyununu izlədim və bizə maraqlıdır ki, İngiltərə futbolu, atletik futboldur, bizim bu istiqamətdə olan futboldan çox fərqlənir. O komandanı müşahidə edib hansı nəticələr çıxartdı? Have you seen Gabala's game, and if you have seen, can you say that is there any similarity with Azeri football with English football? I think Gabala are one of the teams we played against that did try and play football, which is encouraging. You know, Liverpool Football Academy, we're not based on results. Results aren't important. Our job is to develop players to get them through to the first team. And where I feel at the moment when we come out here, the focus is more on winning, which that isn't our philosophy. Our philosophy is to get players into the first team, and that's what we call winning. Mənəlik işlər, amma bizdə məsəl üçün bizim fəlsəfəmizdə budur ki, bizim akademiyamız uşaqları ancaq ona görə yetişdirir ki, onları əsas komandaya qədər çatdıra bilsin. Bizim fəlsəfəmizdə hər hansı bir turnirdə qalib kimi başa çatmaq və belə bir şeylər yoxdur, ancaq əsas komanda üçün çalışır. Yenə də Qəbələdən növbəti illərdə Liverpoola dəvət olarsa, nə olacaq fikirlər? Yəni sizə keçmək istəyirlərmi? What about if we invite you next year also? Would you like to? Yeah, we'd like to come back. We have found the tournament a great experience and a good challenge. So yeah, we want to come again. Əlbəttə ki, gəlmək istəyirdik. Dəvət gəlsiniz, Qəbələnin heyətində hansı futbolçu ilə komandalar gedir? Do you like any player in Gabala? It's difficult in only 40 minutes, you know, to see if we played him again. Maybe have a look, you know, and have a look at the video footage afterwards. Dəqiq oyun olduğuna görə bunu demək biraz çətindir. Daha sonra biz oyuna təkrar baxacaq, bəlkə onları nəsə görə bilərik. Thank you. Thank you.